Mənzilin tavanı uçub, divarlarında çatlar yaranıb. Paytaxtın Xətai rayonu İlqar Həbibov küçəsi 52 ünvanında yerləşən 2 mərtəbəli binanın sakinləri yaşadıkları tikilinin qəzalı vəziyyətdə olduğunu deyirlər. Xəzər xəbərin WhatsApp qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə bina ötən əsrin 30-cu illərində inşa olunub. Bina bərbad günlərdə dağılıb, baxan yox. Bu bina 39-cu ilin binasıdır. Qəzalı binadır. Bir ay da verilib ki, qəzalıdır bu. İndi köç tutmurlar, qalmışıq bu yaman gündəyik. Tam uçuq dağılıb, otağın biri təmiz dağılıb, damı dağılıb. Binanın çölü görkəmini görürsünüz də, çat, tut ağacı bloku çatladı. 39-cu ilin binasıdır. Yəni yağış yağır, yəni hamısı tökülüb başımıza. Təmir zat olunmuyub. Mən 2005-dən buradayam. Yəni təmir zat heç nə olunmuyub indiyə qədər. Elə özümüz nə eləmişiksə o. Bax, çatlayır, özümüz sıvıyırıq. Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini bildirirlər. Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə müraciət etdik. Bildirildi ki, problemlərdən məlumatları var. Həmin bina daxil rayon ərazisindəki qəzalı binaların siyahısı aidiyyəti üzrə təqdim olunub. Mərhələli şəkildə problemlərin aradan qaldırılması istiqamətində işlər görülür. Yəni mərhələli şəkildə söküntü işləri aparılacaq. Şəhla Poladova, Rəfail Əliyev, Nigar Mahmudova, Xəzər xəbər.